Müəllim nə istəyir? Bu sualın cavabı düşündüyümüzdən daha sadə, amma daha mənalıdır. Müəllim biri yaşayır, tərbiyə verir, yol göstərir. Bəs əvəzində nə istəyir? Müəllim sadəcə hörmət istəyir, əmək və zəhmətinin dəyərləndirilməsini istəyir. Təəssüf ki, son zamanlar müəllim nüfuzu bəzi hallarda kölgə altında qalır. Sanki bu müqəddəs peşənin dəyəri unudulur. Halbuki, hər bir uğurlu həkimi, mühəndisi, vəkili, sənətkarın arxasında bir müəllim zəhməti dayanır. Müəllim istəyir ki, dərsə gələn şagird dinləməyi bacarsın, sual verməyi, düşünməyi öyrənsin. Müəllim istəyir ki, yetişdirdiyi şagird cəmiyyətə faydalı bir vətəndaş olsun. Məncə, müəllimin dəyərini anlamadan heç bir cəmiyyət irəli gedə bilməz. Müəllimin nüfuzunu qorumaq cəmiyyətin borcudur. Təkcə bir şagird, bir millət üçün yox, bütün gələcəyimiz naminə. Çünki bir peşə, bu peşə millətin təməlinin formalaşmasında əsas rol oynayır. Əgər müəllimə dəyər verilməzsə, əxlaqi dəyərlər zəifləyər. Müəllim həm də tarix, dil, mədəniyyət daşıyıcısıdır. O nüfuzdan düşərsə, milli kimlik zəifləyər. Gəlin müəllimə hörmət edək ki, milli kimliyimiz zəifləməsin. Məktəb illəri ömrümün ən şirin